20 may 2023-cü ildə qəbul imtahanında istifadə olunan növbəti suala baxırıq. Deməli, bu sualımız normalara aiddir. Deyir ki, fonetik, leksik, qrammatik normanın pozulduğu cümlələr. Baxaq, kifayət valideynlə heç nəyi gizlətməz. Uşaqlar, baxın, valideyn sözünə bilirik ki, y-da n-nın arasında i yoxdur. Valideyni yazılmalıdır, eləmi? Sözün yazılışında problem varsa, səhv varsa, deməli, nədir? Fonetik normanın pozulması. Birə oldu A. Sonra, Nahid o hadisədən sonra çox peşiman yox, peşman olur. Burada da sözün yazılışında səhv var. Deməli, burada da fonetik norma pozuldu. Sonra, dostlar yenə də keçmiş günləri yada salırlardı. Salırdılar olması lazımdır, değil mi? Burada nə oldu? Qrammatik norma pozuldu. Sonra, hökm yox, hökmü. Biz bilirik ki, burada tələffüz şəklini veribdir. İddiasına gələn uyğun gəlmir, iddiasına düşən. İddiaya gəlməzlər. Burada həm fonetik norma pozuldu, həm leksik norma. Belə bir şərt yoxdur. Yalnızlar istəyir. Ona görə D-ni heç birisinə aid eləmirsən. Şəhərimizdəki şəkil qalereyası çoxların nəzərinə səbəb olmuşdur. Nəzərinə yox, diqqətinə səbəb olmuş. Diqqətinə daha uyğun gəlir. Ona görə burada da leksik norma pozulubdur. Leksik normada 2-dədir, eləmi? Demək 1AB, 2E, 3C. Cavab oldu D variantı.